Jack London, Həyat eşqi. Səsləndirir Aysel Şəfiyeva. Günlər ömrümüzdən keçmədi hədər. Baha başa gəldi oyunu udmaq. Körşaldı ən təmiz, ən zərif hisslər. Oyun yanan şama dəyərdi ancaq. Onlar əziyyət çəkə-çəkə, axsıya-axsıya çətinliklə çayın sahilinə indilər. Çınqıllığa çatanda qabaqda gedən adam büdrədi. Az qaldı yıxılsın. Lakin birtəhər özünü ələ alıb yoluna davam etdi. Onların hər ikisi yorulub taqətdən düşmüş, həddindən artıq zəifləmişdilər. Uzun müddət dəhşətli məhrumiyyətlərə dözməyə məcbur olduqlarından, hərəkətlərindən və üzlərindən mütilik yağırdı. Dallarındakı ağır şələnin altında belləri 2 qat olmuşdu. Cındır adyala bükülmüş ağır şələnin üstündən çəkilmiş qayışlar çiyinlərini kəsirdi. Yalnız alınlarından keçən qayış az-çox ağırlığı azaldırdı. Hər ikisində tüfəng var idi. Onlar başlarını aşağı salıb, gözlərini yerə dikərək yeriyirdilər. İkinci adam dedi: "Kaş yolda ambarda gizlətdiyimiz patronlardan ikicəsi indi üstümüzdə olaydı. Dünyaya dəyərdi." Onun sözləri təsirsiz, səsi isə zəif çıxdı. Qabaqda gedən birinci adam ona cavab vermədən axsıya-axsıya çaya girdi. Çayın daşlara dəyib köpüklənən suyu süd rənginə çalırdı. Arxadan gələn ikinci adam da onun dalınca çaya girdi. Çarıqlı corablı olsalar da buz kimi soyuq su ayaqlarını keydirdi. Topuqları üşüyür, göynüyürdü. Bəzi yerdə su dizlərinə qədər qalxırdı. Hər ikisi çayın dibini ayaqları ilə yoxlaya-yoxlaya, səndəliyə-səndəliyə irəliləyirdi. Arxadan gələn adam az qaldı şumal daşın üstündən sürüşüb yıxılsın. Zorla özünü saxladı. Ağrıdan bərk bağırdı. Başı gicəlləndi. Səndələdi. Boş əlini yan yörəsinə atdı. Elə bil havadan yapışmaq istədi. Özünü birtəhər düzəldəndən sonra qabağa yeridi. Lakin təzədən səndələdi. Bir dəfə də olsun dönüb geri baxmadan yoluna davam edən yoldaşına baxdı. Öz-özü ilə götür-qoy edirmiş kimi bir dəqiqə dinməzcə hərəkətsiz dayanandan sonra qışqırdı. "Bil, heç bilirsən nə oldu? Büdrədim, ayağım topuqdan burxuldu." Bil isə süd tək ağaran çayda ayaqlarını dalınca zorla çəkə-çəkə suyu şappıldadaraq irəliləyirdi. O, gözünün ucu ilə də olsa ətrafa baxmırdı. Arxada qalan adam onun uzaqlaşdığını görəndə üzü əvvəlki kimi heç nə ifadə etməsə də, gözləri yaralı maral gözləri kimi yaşardı. Bil çayın o tayına çıxdı. Geriyə nəzər salmadan axsıya-axsıya irəlilədi. Çayın ortasında dayanmış adam gözlərini Bildən ayırmırdı. Onun qurumuş dodaqları uçundu. Uzun, cod bığları titrədi. Dili ilə dodaqlarını islatdı. "Bil!" O var gücü ilə çağırdı. Bu səs çığırtıdan çox fəlakətə düşüb tək qalmış insanın aman diləyən yalvarışlı fəryadı idi. Bil başını döndərib geri baxmadı. O uzaqlaşırdı. Çayın ortasında dizəcən suda dayanıb baxan yoldaşı isə onu gözləri ilə yola salırdı. Bil axsıya-axsıya, büdrüyə-büdrüyə alçaq dağa qalxırdı. O, xəfif mavi rəngə çalan üfüq xəttinə çatmağa can atırdı. Bil yalı aşıb gözdən itənə qədər yoldaşı onun dalınca baxdı. Sonra çevrilib tənha qaldığı geniş, hüdudsuz boş aləmi ağır-ağır nəzərdən keçirdi. Bil yox idi. O getmişdi. Hər yer, bütün kainat artıq bomboş idi. Üfüqün yaxınlığında zəif-zəif şölələnən günəş, hüdudsuz, tutqun və qalın dumanın içərisində zorla seçilirdi. Yolçu bədəninin ağırlığını salamat qıçının üstünə salaraq saatını çıxarıb baxdı. Saat 4 idi. 2 həftəyə yaxın idi ki, o nə ilin hansı fəsli olduğunu, nə də vaxtı bilirdi. Lakin indi günəşi səmanın şimal-qərb hissəsində gördükdə iyul ayının axırı, ya da ki, avqustun əvvəlləri olduğunu düşündü. Cənuba baxaraq, böyük ayı gölünün haradasa uzaqlardakı qarantıl, qorxulu dağların arxasında olduğunu güman etdi. Müthiş qütb dairəsi yolu da həmin istiqamətdə Kanada düzənliyindən keçirdi. İçində dayandığı kiçik çay Kopermayn çayının qolu idi.
Kopermaynin özü də şimala doğru axır və Koronasiya körfəzinə, Şimal Buzlu okeana tökülürdü. Yolçu oralarda olmasa da bir dəfə bu yerləri Hudson ticarət şirkətinin xəritəsində görmüşdü. O, tək qaldığı aləmi gözdən keçirdi. Mənzərə çox da xoşa gələn deyildi. Hava tutqun idi. Alçaq, yastı təpələr elə bil yerə batmışdı. Nə ağac, nə kolkos, nə də ot vardı. Göz işlədikcə boş, qorxunc düzənlik uzanırdı. Gördüyü bu mənzərədən yolçu elə qorxdu ki, gözləri bir anlığa bərələ qaldı. Bil, deyə 2 dəfə pıçıldadı. Bil. O qorxudan büzüşərək süd rənginə çalan suyun ortasında dururdu. Elə bil uçsuz bucaqsız düzənlik özünün əzəmətli, tükənməz, müthiş qüvvəsi ilə onun üstünə çökərək amansız, dərin sükutu ilə onu boğurdu. O birdən elə əsməyə başladı ki, tüfəngi əlindən şappıltı ilə suya düşdü. Səsdən diksini bayıldı. Qorxunu boğdu. Özünü yığışdırdı. Əllərini suya saldı. Tüfəngi axtarıb tapdı. Sonra zədələnmiş topuğunun ağrısını azaltmaq üçün sağ çiynini yüngülcə tərpədib şələni sol çiyninə sürüşdürdü. Ağrıdan üz-gözü qırışdı. Ayağa durdu. Ehtiyatla səndəliyə-səndəliyə sahilə tərəf getdi. Yolçu dayanmadan irəliləyirdi. Ağrı vəziyyətlərə əhəmiyyət verməməyə çalışır. Ümidsiz, amma qəti, yeyin addımlarla Billin açdığı yala dırmaşırdı. Onun indiki görkəmi ayaqlarını dalınca sürüyən yoldaşı Billinkindən heç də az gülünc deyildi. O zirvəyə çatanda ayaq saxladı. Qabağa baxdı. Qarşıda uzanan dayaz, boş dərədə heç bir həyat əlaməti yox idi. Qəlbini təzədən çulğalayan qorxunu birtəhər qovdu. Şələsini biraz da sol çiyninə tərəf verib, axsıya-axsıya dağın döşü ilə enməyə başladı. Dərənin ortası bataqlıq idi. Buradakı qalın yosun suyu lif kimi canına obdurmuşdu. O, addım atdıqca ayaqları altındakı yosun fırçıldayırdı. Yolçu yosun topalarının birindən digərinə sıçrayır, bataqlıq boyunca bu daşdan o daşa atlanır, Billin izi ilə getməyə çalışırdı. O tək olsa da azmamışdı. Bilirdi ki, biraz da cəld tərpənsə, cılız, yarı qurumuş küknar və şam ağaclarının araya aldığı balaca gölün kənarına, yerli əhalinin dili ilə Titcin-Niçiliyə, xırda ağaclar ölkəsi deyilən yerə gəlib çıxacaq. Bu gölə suyu dupduru balaca bir çay tökürdü. Çayın hər iki sahilində qamış bitdiyini yaxşı xatırlayırdı. Lakin bir dənə də olsun ağac yox idi. O, bu çayın mənbəyinə qədər üzü yuxarı və oradan qərbə axan başqa bir çayın kənarı ilə onun Diz nəhrinə töküldüyü yerə qədər üzü aşağı gedəcək və orada ağzı üstə çevirdikləri qayığı tapacaq. Onlar bu qayığın altında, torpağın içində ambar düzəltmişdilər. Bu ambarda patron, tilovipi, qarmaq, balaca bir tor və başqa ləvazimatlar da vardı. Bu şeylərdən əlavə ambarda biraz un, bir parça qaxac edilmiş ət və bir qədər də lobya vardı. Yəqin ki, Bill onu orada gözləyəcək. Sonra ikilikdə Diz çayı boyunca cənuba, Böyük Ayı gölünə qədər gedəcəkdilər. Gölü keçib Makkenziyə çatana kimi cənub istiqamətində irəliləyəcəkdilər. Qış yolçuları haqlamağa can atacaq, dallarınca düşüb onları addım-addım izləyəcək. İti axan çaylar donub buz zireh altında gizlənəcək. Soyuq gündən günə bərkiyəcək. Yolçular isə daim cənuba tərəf gedəcək. Nəhayət gəlib Hudson körfəzindəki isti faktoriyalardan birinə çatacaqlar. Faktoriya ucqar ovçuluq rayonlarında ticarət və təchizat məntəqəsinin adıdır. Burada qollu budaqlı, uca ağaclar bitir. Yemək üçün çox şey olur. Bütün bunlar ayaqlarını dalınca zorla sürüyüb irəliləyən yorğun yolçunun düşüncələri idi. Yorğun, əzgin irəliləmək nə qədər çətin olsa da, Billin namərdliyi ona daha ağır gəlirdi. O, Billin ambarın yanında oturub onu gözləyəcəyinə qəlbən əmin idi. Yalandan da olsa yolçu özünü belə düşünməyə vadar etməli idi. Yoxsa mübarizəyə heç bir lüzum qalmazdı. O, əl-ayağını uzadıb ölməli idi. Boz dumana bürünmüş günəşin donuq kürəsi aramla şimal-qərbə yuvarlanırdı. Yolçu qış girməmişdən Bill ilə gedəcəkləri yolu qarış-qarış xəyalən qət etməkdə idi. O, ambarda gizlətdikləri şeyləri xatırlayır.
Hudson ticarət şirkətinin anbarlarında olan növbənöv ərzaqlar haqqında fikirləşirdi. 2 gün idi ki, onun ağzına heç nə dəyməmişdi. Axırıncı dəfə nə vaxt doyunca yemək yediyini isə ümumiyyətlə xatırlamırdı. O, yol uzunu tez-tez əyilib, bataqlıqdakı kollardan giləmeyvə dərib ağzına atır, çeynəyib udurdu. Giləmeyvələr çox sulu olduğundan tez əriyir, onun ağzında yalnız acı bir dad, bir də bərk tumlar qalırdı. Yolçu giləmeyvənin adamı doyuzdurmadığını bilsə də, onları səbirlə, böyük ümidlə çeynəyirdi. Çünki ümid təcrübə ilə hesablaşmaq istəmir. Saat 9-da ayağının baş barmağı daşa dəyib zədələndi. Zəiflikdən və yorğunluqdan səndəliyib yıxıldı. Yıxıldığı yerdə bir böyrü üstə xeyli qaldı. Tərpənə bilmədi. Handan-hana şələnin qayışlarını birtəhər boşaldaraq yükü çiynindən saldı. Çətinliklə dikəlib oturdu. Hava hələ də tam qaralmamışdı. O, daşların arasından çıxmış quru yosunlardan çəngə-çəngə yolub qucağını doldurdu. Sonra onlardan ocaq qaladı. Ocağın istidən çox tüstüsü var idi. Yolçu qazançaya su doldurub onun üstünə qoydu. Şələni açdı. Hər şeydən əvvəl kibrit çöplərini saydı. 67 kibrit çöpü qalmışdı. Tamamilə arxayın olmaq üçün çöpləri 3 dəfə saydı. Sonra 3 yerə bölüb ayrı-ayrı mumlu kağıza bükdü. Bunlardan birini boş tənbəki kisəsinə qoydu. İkinci düyünçəni köhnəlmiş papağının astarında gizlətdi. Üçüncüsünü isə qoynuna qoydu. Birdən onu dəhşətli bir qorxu çulğadı. Təlaşla kağızları açdı, təzədən sayıb yoxladı. 67 kibrit çöpü vardı. O, yaş çarıqlarını tonqalda qurutdu. Çarıqlar deşilmişdi. Adyaldan düzəltdiyi corablar da yırtılmışdı. Ayaqları qanamışdı. Topuğu yaman ağrıyırdı. Şişib baldırı yoğunluqda olmuşdu. Özü ilə götürdüyü 2 adyalın birindən uzununa bir parça cırıb topuğunu möhkəm sarıdı. Sonra bir neçə zolaq da cırıb corab və çarıq əvəzinə ayaqlarına doladı. Bu işləri başa çatdırandan sonra qaynar sudan içib bir qədər isindi. Saatını qurdu. Bürünərək uzandı. Ölü kimi yatmışdı. Gecənin zülməti tez gəlib keçdi. Şimal-şərqdən doğan günəş boz buludların arasında gizlənmişdi. Yolçu saat 6-da oyandı. O, arxası üstə uzanmışdı. Ac olduğunu xatırladı. Böyrü üstə çevriləndə bir fınxırtı eşitdi. Dikəlib səs gələn səmtə nəzər saldı. Vəhşi və ürkək baxışla erkək bir maralın ona baxdığını gördü. Maralla onun arası 50 addımdan çox olmazdı. O dəqiqə tavada od üstündə cızıldaya-cızıldaya qızaran maral ətinin ətrini, yağlı tikələrin ləziz dadını duydu. Qeyri-ixtiyari boş tüfəngi qaparaq maralı nişan aldı və çaxmağı çəkdi. Maral fınxırıb götürüldü. Dırnaqları altından çıxan daşlar yan-yörəyə sıçradı. Boş tüfəngi yerə çırpıb söydü. Ayağa durmaq istədikdə bərkdən zarıdı. Yanı üstə çevrildi və çox çətinliklə qalxdı. Elə bil əl-ayağı bütün oynaqları paslanmışdı. Oynaqlar çox böyük səy və dəhşətli iradə gərginliyi hesabına bükülüb açılırdı. Qalxandan sonra ayaq üstə durmaq üçün düz 1 dəqiqə çalışdı. Alçaq, yastı təpəyə qalxıb ətrafa göz gəzdirdi. Nə bir ağac, nə də kol-kos vardı. Hər tərəf göz işlədikcə bomboz yosunluq idi. Bu yosun dənizindən baş qaldırmış tək-tək boz daş, eyni rəngli gölməçələr və bulaqlar tutqun mənzərəni tamamlayırdı. Asimanın özü də boz rəngə çalırdı. Nə günəşdən, nə də onun al rəngli tellərindən əlamət vardı. Şimalın hansı tərəfdə olduğunu təyin etmək mümkün değildi. Yolçu cəhətləri də qarışıq salmışdı. Hətta dünən axşam gəldiyi yolu da bilmirdi. Yadından çıxarmışdı. Amma azmamışdı. Bilirdi ki, tezliklə gedib xırda ağaclar ölkəsinə çıxacaq. Ora hardasa lap yaxında. Bu yerlərdən soldadır. Bəlkə də 2-ci yastı təpənin dalındadır. Yolçu təzədən geri qayıtdı. Yola çıxmaq üçün şələsini bağlamağa başladı. Kibrit düyünçələrini bir də yoxladı. Amma bu dəfə çöpləri saymadı. Birdən gözləri maral dərisindən düzəldilmiş torpaq rəngli dağarcığa sataşdı. Fikrə getdi. Qoşu ovu cirilikdə dağarcıq o qədər də böyük deyildi. Lakin çəkidə şələdəki başqa şeylərin hamısından ağır idi. Yolçu çox yaxşı bilirdi ki, dağarcıq 15 girvənkədir.
Elə onu təşvişə salan da bu idi. Dağarcığı əlindən yerə qoyub şələsini bağladı. Birdən dağarcığa nəzər saldı. Onu dəhşət bürüdü. Ona elə gəldi ki, bomboş vadi bu saat qızılı onun əlindən alacaq. Təlaşla dağarcığı yerdən götürdü. Meydan oxuyurmuş kimi qəzəblə ətrafı gözdən keçirdi. Ayağa qalxıb özünü düzəltdi. Şələsini dalına aldı. Yola düşdü. Qızıl dağarcığı şələnin içində möhkəm və etibarlı yerdə idi. Sola dönüb qabağa addımladı. Ayaq saxlayır, bataqlıq giləmeyvəsi dərib ağzına atırdı. Topuğu şişdiyindən daha da bərk ağrıyırdı. Lakin duyduğu ağrı boş və ac qarnının yanında heç nə idi. Bu dözülməz aclıq onu sarsıdır, üzüb əldən salırdı. İçi vəhşicəsinə gəmirilir, az qalırdı ki, ağlını itirsin. Hətta indi xırda ağaclar ölkəsinə necə gedəcəyini də bilmirdi. Yediyi giləmeyvələr onun duyduğu aclığı, mədəsinin şiddətli ağrısını qətiyyən azaltmırdı. Əksinə, acı dadı ilə damağını və dilini daha da acı edir, əzabını qat-qat artırırdı. O gəlib dayaz bir dərəyə çatdı. Birdən daşların və yosunların arasında qaqqıldaşan kəklikləri gördü. Kəkliklər qanad çalıb pırıldaşa-pırıldaşa göyə qalxırdı. Qaq, qaq, qaq sədaları ətrafı bürüyürdü. Yolçu kəklikləri daşa bastı. Lakin heç nə çıxmadı. Birini belə vura bilmədi. Şələsini yerə qoyub pişik sərçəyə yaxınlaşan kimi oğrun-oğrun quşlara tərəf süründü. Sivri daşlar köhnə şalvarını cırır, dizlərini qanadırdı. Sızılan qan torpağın üstündə iz buraxırdı. O isə heç bir ağrı hiss etmirdi. Aclıq bütün qalan duyğularını keyitmişdi. Yaş yosunun üstü ilə süründüyü üçün paltarı su içində idi. Soyuqdan üşüyürdü. Elə bil indicə donacaqdı. Qida tapmaq arzusu elə şiddətli idi ki, heç nə duymur, heç nə başa düşmürdü. Kəkliklər qanad çalıb pırıltı ilə onun ətrafında uçur, qaqqıldayıb sanki onu qəsdən daha da hirsləndirmək istəyirdi. Onların qaqqıltısı yolçuya istehza kimi göründü. O quşları qəzəblə yamsılayır, sədalarına uyğun bir səslə qışqırıb onları söyürdü. Hətta bir dəfə yuvasında yatmış kəkliyi tutacaqdı. Amma kəklik yaxınlıqdakı daşların arasından pırıltı ilə uçdu. Az qaldı qanadları yolçunun üzünə dəysin. Təəssüf ki, o quşu yalnız havaya qalxanda gördü. Kəklik çox iti qalxsa da, ac adamın əli ona toxundu. Lakin quş uçdu. Yolçunun əlində yalnız 3 lələk qaldı. Yolçu qanad çala-çala uzaqlaşan kəkliyə elə qəzəb, nifrət və kinlə baxırdı ki, sanki quş ona böyük pislik etmişdi. Qayıdıb şələsini dalına aldı. Xeyli keçmiş gəlib bataqlıq bir dərəyə çıxdı. Burada çoxlu vəhşi quş və ov heyvanı vardı. Elə bil onu cinləndirmək üçün 20-yə yaxın maral sürü ilə gəlib güllə mənzilində onun yanından keçdi. Ürəyində maralların dalınca qaçmaq, onları qova-qova yorub tutmaq arzusu oyandı. Bu vəhşi arzu o qədər güclü idi ki, yolçu yüyürüb sürüyə çata biləcəyinə inanırdı. Qabağına bir qara tülkü çıxdı. Ağzında kəklik vardı. Yolçu var gücü ilə vəhşi heyvanın üstünə qışqırdı. Tülkü bu vahiməli qışqırıqdan qorxub kənara sıçradı. Ancaq şikarını ağzından buraxmadı. Günortadan sonra gəlib kənarlarında seyrək qamış bitmiş bulanıq bir çeşmənin üstünə çıxdı. Bulaq boyu irəliləməyə başladı. İçərisində əhəng həll olduğundan suyun rəngi süd rənginə çalırdı. O, bir qamışdan yapışaraq var qüvvəsi ilə dartıb kökündən çıxartdı. Soğanağı mismardan iri olmazdı. Özü də çox yumuşaq idi. Diş altında xırçıltı ilə əzilirdi. İştaha gətirən ləzzətli bir dadı vardı. Lakin lifləri bataqlıq giləmeyvəsi kimi sulu və bərk idi. Həm də adamı doyuzdurmurdu. Yolçu şələsini yerə salıb iməkliyə-iməkliyə qamışlığa soxuldu. Soğanaqları qoparıb gövşəyən heyvanlar kimi çeynəməyə başladı. Yorulub əldən düşmüşdü. Daha doğrusu lap üzülmüşdü. Uzanıb dincəlmək, yatmaq istəyirdi. Lakin aclıq ona aman vermir, incidir, tələsdirirdi. O gölməçəyə rast gəlib orada qurbağa axtarmaq istəyirdi. Yeri qazıb soxulcan gəzirdi. Halbuki çox yaxşı bilirdi ki, belə uzaq şimalda nə qurbağa, nə də soxulcan ola bilər. Axtarışları heç bir nəticə vermədi.
Nəhayət hava qaralana yaxın çalaların birində xırda bir çay balığı gördü. Qolunu çiyninə qədər suya salıb nə qədər əlləşdisə, heç nə əldə edə bilmədi. Bütün cəhdləri boşa çıxdı. Balıq yayınırdı. Axırda yolcu balığı iki əlli tutmağı qərarı aldı. Çalanın dibini qazıb palçığı lili alt-üst etdi. Həyəcandan büdrüyüb yıxıldı. Qurşağacan islandı. Gölməçənin suyu elə bulanmışdı ki, balığı görmək olmurdu. O, suyun durulmasını gözləmək məcburiyyətində qaldı. Birazdan təzədən işə girişdi. Su palçıqlı ləhməyə dönənə qədər onu alt-üst elədi. Yenə də tuta bilmədi. Artıq dözə bilməyib şələdən asdığı balaca tənəkə vedrə ilə çalanın suyunu boşaltmağa başladı. Əvvəl suyu dəli kimi üst başını istada-istada boşaldırdı. Ancaq kənara tökdüyü su yenə axıb çalaya qaydırdı. Bunu gördükdə həvsələsini toplayıb tədbirlə işləməyə başladı. Soyuqqanlı olmağa cəhd etdi. Lakin zəiflikdən ürəyi şiddətlə döyünür, əlləri əsirdi. Yarım saatdan sonra çala boşaldı. Hətta bir fincan su belə qalmadı. Lakin balıq da yox idi. Yolçu birdən daşların altında zorla seçilən bir deşik gördü. Balıq bu deşikdən sevişib biraz da iri olan o biri gölməçəyə keçmişdi. Oradakı suyu nəinki bütün gecə ərzində, heç sabah axşamacan da boşaldıb qurtarmaq olmazdı. Bu gizli deşiyi vaxtında sezsəydi, ağzına bir daş tıxıyıb yolu kəsər və balığı çox asanlıqla tutardı. O bunu başa düşəndə məyus halda yaş torpağın üstünə uzanıb için-için ağladı. Sonra birdən hönkürdü. Elə bir bomboş, nəhəng, amansız düzənliyi yuxudan oyatmaq istəyirdi. Ağladıqca əsim-əsim əsirdi. Gözlərindən yaş çıxmırdı. Göz yaşı da qurumuşdu. Ocaq qaladı. Su qaynatdı. İri tayqub dolusu isti su içib qızışdı. Sonra dünən gecə etdiyi kimi qayanın sərt sinəsində hamar daşın qoynunda özünə daldanacaq düzəltdi. Uzanmamışdan kibritlərinin quru qalıb qalmadığını yoxladı. Saatını qurdu. Adyalları nəm və soyuq idi. Topuğu ağrıyırdı. Lakin o bircə şey duyur və onun haqqında düşünürdü. O da aclıq idi. Bütün gecəni narahat yatdı və bu narahat yuxuda təntənəli ziyafət, təmtəraqlı kef məclisi, bol süfrə, növbənöv ləziz xörəklər, dadlı içkilər gördü. Yuxudan ayılanda azarlamışdı. Titriyib əsirdi. Günəş görünmürdü. Yer bomboz, göy daha da tutqunlaşmışdı. Soyuq külək əsirdi. Gecə qar yağmışdı. Bu ilk qar ətraf dağların zirvələrini ağ rəngə boyamışdı. Yolçu tonqal qaladı. Həmişəkindən çox su qaynatdı. Su qaynayana qədər ətrafa tamaşa etdi. Elə bil dağları örtmüş qarın təsirindən göyün rəngi ağarıb ölgünləşmişdi. Sulu qar yağırdı. Yerə düşən kimi əriyirdi. Lakin get-gedə qar daha bərk yağdı və çox keçmədi ki, hər yer ağappaq ağardı. Elə bil bütün aləm ağ örtüyə bürünmüşdü. Yolçunun topladığı quru yosun islandı, tonqal söndü. Bütün bunlar yolçuya xəbərdarlıq idi. O başa düşdü ki, dayanmaq vaxtı deyil, şələsini yığdı. Amma hara getdiyini özü də bilmirdi. İndi onun nə xırda ağaclar ölkəsi, nə bil, nə də Diz çayı kənarındakı çınqıllıq və köhnə qayığın altındakı ambar düşündürürdü. Bütün varlığını çulğayan bir dilək var idisə, o da bir şey tapıb yemək idi. Acından ölürdü. Hara və hansı istiqamətə getdiyi vecinə deyildi. İkinci arzusu düz, hamar yolla yerimək idi. Sulu qar onu döyəclədikcə yeriyə-yeriyə qar altından kolları axtarıb tapır, sulu gilə meyvələri dərib ağzına atır, qamışları bir-bir qoparıb kökünü yeyirdi. Bu dadsız, ürək bulandıran qida heç cür onu doyuzdurmurdu. Birdən qarın altından turşməzə bir alaq otu tapdı. Heyif ki, bu ləzzətli ot az və seyrək bitmişdi. Özü də dik qalxmırdı. Torpağın üstünə yayılmışdı. Onu tapmaq üçün qarı alt-üst etmək lazım idi. Bu da asan iş deyildi. Yolçu bu otdan tapa bildiyi qədər yedi. O bu gecəni tonqalsız və qaynar su içmədən keçirdi. Adyalın altında büzüşüb səhərə də ac qarına,
Əzab çəkə-çəkə səksəkəli halda yatdı. Qar yağışla əvəz olunmuşdu. Arxası üstündə yatdığından üz-gözünə çilənən soyuq yağış onu dəfələrlə yuxudan oyatmışdı. Səhər açıldı, lakin günəş çıxmadı. Hər yer bomboz idi. Yağış kəsdi. Yolçunun aclıq duyğusu kütləşmiş, iştahası küsmüşdü. Mədəsindəki göynədici ağrı indi onu o qədər də incitmirdi. Fikri sanki biraz aydınlaşmışdı. Xırda ağaclar ölkəsini xatırladı. Diz çayının sahilindəki sursat anbarı yadına düşdü. Adyallardan birinin son qalığını zolaq-zolaq cırdı. Qanamış ayaqlarına sarıdı. Bir parçası ilə zədəli topuğunu bağladı. Beləliklə səfərə hazırlaşdı. Şələyə yaxınlaşdı. Maral dərisindən olan dağarcığı uzun-uzadı baxdı və özü ilə götürdü. Gecəki yağış qarı əritmişdi. Yalnız təpələrin zirvələri ağarırdı. Günəş boz buludların arasından çıxdı. Yolçu fürsəti əldən verməyib cəhətləri təyin etdi. Başa düşdü ki, yolu azıb. Son günlər səmti itirdiyindən eyni yerdə hərrənib xeyli sola getmişdi. İndi düz yola düşmək üçün sağa dönməli idi. Aclıqdan indi əvvəlki tək əzab çəkməsə də çox zəiflədiyini başa düşürdü. Tez-tez dayanıb bataqlıq gilə meyvəsi dərir, qamışları qoparıb kökünü toplayır, dincələ-dincələ yeriyirdi. Dili şişib qurumuşdu. Elə bil dilində xırda, zərif tük bitmişdi. Ağzı acı dadırdı. Ürəyi ağrıyır və bu onu bərk narahat edirdi. Biraz çox və yeyin gedəndə ürəyi şiddətlə döyünməyə başlayırdı. Elə bir yerindən qopub düşəcəkdi. O, amansız ağrıdan şiddətlə çırpınır, başı gicəllənir, az qalırdı yıxılıb huşunu itirsin. Günorta vaxtı iri bir gölməçədə 2 xırda balıq gördü. Onları tutmaq mümkün deyildi. Yolçu təmkinlə balaca vedrəni işə salıb balıqları tutdu. Hər biri çeçələ barmağı boyda olardı. O çox da ac deyildi. Mədəsindəki ağrı get-gedə kütləşirdi. Elə bil yuxuya gedirdi. İştahası olmasa da diri qalmaq naminə balıqları çiy, həvəssiz çeynəyərək utdu. Axşamüstü 3 balıq da tutdu. İkisini yedi, birini səhərə saxladı. Orada-burada görünən seyrək yosunları günəş qurutmuşdu. Yolçu yosun toplayıb tonqal qaladı. Su qaynadıb içdi. Bir qədər qızışdı. O bu gün 10 mildən artıq yol getmişdi. Ertəsi gün ürəyinin gücü çatan qədər yalnız 5 mil məsafə qət edə bildi. Mədəsi ağrıyıb daha ona əzab vermirdi. Yolçu buralara nabələd idi. Tez-tez marala rast gəlirdi. Arabir çox da uzaqda olmayan düzənlikdə canavarlar ulaşırdı. Hətta bir dəfə lap yaxın cığırda 3 canavar gördü. Gecə keçdi, səhər yuxudan ayılan kimi o fikrini bir yerə cəmləyib xeyli götür-qoy elədi. Sonra dağarcığı əlinə aldı. Onun ağzına möhkəm bağlanmış dəri qayışı açdı. Dağarcıqdan irili xırdalı qızıl parçaları yerə töküldü. Yolçu qızılı 2 bərabər hissəyə ayırdı. Payın birini adyaldan kəsdiyi əskiyə bükərək bərk düyünlədi. Qayada gizlədib yerini nişanladı. Yerdə qalan ikinci payı təzədən dağarcığa doldurdu. Adyalın qalan hissəsini ayaqlarına sarıdı. O, diz çayının kənarındakı sursat anbarından güllə götürüb, heyvan və quş ovlayacağı ümidi ilə boş tüfəngini tullamadı. Bu gün hava dumanlı və tutqun idi. Aclıq təzədən baş qaldırmışdı. Həddindən artıq zəiflədiyindən yolçunun başı gicəllənir, vaxtaşırı gözlərinin qabağı dumanlanıb elə tutulurdu ki, heç nə seçmir, heç bir şey görə bilmirdi. Tez-tez büdrüyüb yıxılırdı. Bir dəfə hətta səndəliyib kəklik yuvasının üstünə düşmüşdü. Yuvada yumurtadan təzəcə, ola bilsin bir gün əvvəl çıxmış 4 bala vardı. Hərəsi bircə udumluq idi. Yolçu quş balalarını bir-bir ağzına atıb dişləri altında acgözlüklə əzişdirərək yedi. Quş balaları onun dişləri altında yumurta qabığı kimi xırçıldayırdı. Ana kəklik fəryad qopararaq havada uçur, qəzəblə yolçunun başı üstündə dövrə vururdu. O tüfənginin qundağı ilə quşu vurub salmaq istəyirdi. Lakin bütün cəhdləri boşa çıxdı. Kəklik onun zərbələrindən yayındı. O quşu daşa bastı. Nəhayət, qanadının birini vurub qırdı.
Kəklik qıra qanadı sallana-sallana uçur, canını götürüb qaçmaq istəyirdi. Yolçu isə ondan əl çəkmirdi. Quş balaları onun acığını azalda bilmədi. Əksinə, mədəsini qıcıqlandırıb küsmüş iştahasını artırdı. O böyük bir ümidlə gah axsiya-axsiya, gah zədəli ayağını qaldırıb o biri ayağı üstə hoppanı-hoppanı kəkliyin arxasınca gedirdi. Gah da quşu təzədən daşa basır, var gücü ilə böyürürdü. Hər dəfədə yıxılıb qalxır, qaş qabağını tökərək şikarının dalınca düşürdü. Toxtamaq üçün tez-tez əlinin dalı ilə gözlərini ovuşdururdu. Bu hərəkətlə həm də baş gicəllənməsini bir təhər dəf edir, ürək keçmədən yaxasını qurtarırdı. Kəkliyi qova-qova gəlib bataqlıq bir çökəkliyə çıxdı. Yaş yosunların üstündə ayaq izi gördü. Bu ləpirlərin özününki olmadığını müəyyənləşdirdi. Çox güman ki, buradan ötüb keçmiş Billin ayaq izləri idi. Yolçu çox dayana bilməzdi. Çünki qanadı qırıq ana kəklik get-gedə ondan uzaqlaşırdı. O əvvəl kəkliyi tutmağı, sonra qayıdıb ləpirləri yoxlamağı qərar aldı. Vaxt itirmək olmazdı. O kəkliyi təntitmişdi, amma özü də lap əldən düşmüşdü. Kəklik böyrü üstə düşüb çətinliklə nəfəs alırdı. Yolçu ondan bir neçə addım aralı yıxılıb tövşüyürdü. Şikarına çatmağa taqəti belə qalmamışdı. Dincini alıb özünə gələndə isə kəklik pırıltı ilə uçdu. Yolçunun acgözlüklə quşu tutmaq üçün irəli uzatdığı əli havada qaldı. Qov-qov təzədən başladı. Çox keçmədi ki, axşam qanadlarını bataqlıq çökəkliyin üstünə sərdi. Kəklik də yoxa çıxdı. Yolçu yorulub taqətdən düşmüşdü. Büdürürdü. Heç vəzən özünü ayaq üstə saxlaya bilmirdi. Şələ qarışıq üzü üstə yerə gəldi. Yanağı daşa dəyib siyrildi. Xeyli vaxt tərpənə bilmədi. Handan-hana böyrü üstə çevrilib birtəhər saatını qurdu. Sabaha kimi uzandığı yerdəcə qaldı. Ertəsi gün hər yeri duman basmışdı. Yolçu ikinci adyalını cırıb yarısını ayaqlarına doladı. Sonra Billin ləpirini nə qədər axtardısa tapa bilmədi. Bir də ki, artıq bunun əhəmiyyəti də yox idi. Aclıq dəhşətli bir inadla onu qabağa qovurdu. Kim bilir, bəlkə Bill də yolu azıb. Günortaya azca qalmış o gücdən elə düşdü ki, nəinki şələsindən, hətta öz canından da bezdi. Daşıdığı qızılı yenə 2 paya bölməli oldu. Özü də payın birini elə oradaca yerə boşaltdı. Axşamüstü isə ikinci payda dağarcıq qarışıq tulladı. Cırıq adyalın parasını, tənəkə vedrəni, bir də tüfəngi saxladı. Zəhlətökən qarabasma hər an təqib edən qorxunc fikirlər ona əzab verməyə başladı. Nədənsə yolçu tüfəngdə bir gülləsi qaldığına inanırdı. Özü də bu güllə tüfəngin xəzinəsində olmalı idi. Digər tərəfdən o yaxşı bilirdi ki, tüfəng boşdur. Xəzinədə isə patron yoxdur. Lakin bu ehtimal onu rahat buraxmırdı. O tüfəngin xəzinəsini açıb yoxladı. Onun boş olduğunu gördü, məyus oldu. Orada həqiqətən də patron olduğuna özünü inandırmışdı. Yarım saat keçmədi ki, dəhşətli qarabasma yenidən onu təqib etməyə başladı. Nə qədər çalışırdısa, bu xəyalatı başından çıxara bilmir, təzədən tüfəngin xəzinəsini açıb yoxlayırdı. Birdən-birə fikri çox uzaqlara gedir, ağlı çaşır, özü də bilmədən şuursuz halda hərəkət edir, əcaib sürətlər, qəribə xəyallar qurd kimi beynini gəmirirdi. Lakin tez də ağlı başına gəlirdi. Aclığın dəhşətli əzabı onu həqiqət aləminə qaytarırdı. Bir dəfə qəfildən gördüyü mənzərə onu ayıltdı. Yolçu az qaldı ki, yıxılsın. Sərxoş adam kimi yırğalandı. Özünü ayaq üstə zorla saxladı. Onun lap qabağında bir at durmuşdu. At. Yolçu gözlərinə inana bilmirdi. Birdən onlara qatı duman çökdü. Tək-tək parlaq nöqtələr dumanın içində sayrışır, ətrafa yayılırdı. Gözlərini ovuşdurub açdı. Qarşısında at yox, bir iri qonur ayı gördü. Vəhşi, yırtıcı heyvan tərs-tərs ona baxırdı. O dərhal çiynindəki tüfəngi qapdı. Ancaq tez də özünə gəldi. Tüfəngi yanına saldı. Ov bıçağını muncuq düzülmüş qınından çıxartdı. İndi onun qarşısında ət və həyat dayanmışdı. O yoxlayırmış kimi baş barmağını bıçağın tiyəsinə çəkdi. Bıçağın tiyəsi də
Ucu da yaman iti idi. Ayının üstünə atılıb onu öldürmək istədi. Ürəyi şiddətlə döyündü. Sanki bu saat yerindən qopub çıxacaqdı. Aramsız çırpındı. Elə bir alnını dəmir halqaya salıb bərk-bərk sıxdılar. Başı gicəlləndi. Nəhayət, qorxu dalğası mənasız cəsarəti yuyub apardı. Belə zəif, taqətsiz bir adam yırtıcı heyvana hücum etsəydi, əlindən nə gələrdi? Özünü mümkün qədər əzəmətli, cəsarətli göstərmək üçün dikəldi. Bıçağı çıxardıb ciddi vəziyyət aldı. Vəhşi heyvanın düz gözlərinin içinə baxdı. Ayı ağır-ağır 2 addım qabağa yeridi. Dal ayaqlarının üstünə qalxdı. Qəzəblə nərildiyib yolçuya meydan oxudu. Yolçu qaçsaydı, yəqin ki, heyvan dalınca düşüb onu təqib edəcəkdi. Ancaq o qaçmadı. Qorxu onu cəsarətləndirdi. O da vəhşi heyvan kimi vahiməli bir səslə nərə çəkdi. Bunu yaşamaq naminə etdi. Bu cəsarətdən çox qorxu əlaməti idi. Bu həyatın bir-birinə sarılmış dərin rişələri idi. Ayı qorxuya düşüb donquldana-donquldana kənara çəkildi. Sanki qarşısında dayanmış qorxu bilməyən əsrarəngiz məxluqa məətəl qalmışdı. Yolçu durduğu yerdən tərpənmirdi. Təhlükə sovuşub keçən kimi canını üşütmə düşdü. Əsə-əsə yaş yosunların üstünə sərildi. Özünü ələ alaraq ayağa durdu. Yeni qorxu və istirab içində yola düzəldi. Bu, əl ayağını uzadıb acından ölmək qorxusu deyildi. Onu dəhşətə gətirən başqa şey idi. O, hələ canında azca da olsa həyat əlaməti olduğu bir vaxtda vəhşi heyvanların caynağında məhv olmaqdan qorxurdu. Ona elə gəlirdi ki, hər yer canavarla doludur. Səs-səsə verib ulaşırlar. Sanki havanın özü də başdan başa təhlükə ilə dolu idi. Əllərini qaldırıb amansız təhlükə və dəhşətli qorxunu qovmaq üçün yellətdi. Elə bir küləyə tutulmuş çadır əsirdi. Canavarlar tez-tez 2-1, 3-1 onun yeridiyi cığırın qabağından gəlib keçirdi. Amma ona yaxın gəlmirdilər. Canavarlar sayca çox deyildi. Bir də onlar maral ovlamağa alışmışdılar. Axı marallar onlarla vuruşub müqavimət göstərmirdilər. Qəribə burası idi ki, lazım olanda bu əcaib məxluq 2 ayağı üstünə qalxıb dırnaqlarını, dişlərini işə salırdı. İkindi çağı yolçu orada-burada sürsümüyə rast gəldi. Canavarların haqlayıb parçaladıqları bu maral balası yəqin ki, 1 saat əvvəl hoppana-hoppana oynayırmış. O, ayaq saxlayıb tərtəmiz gəmirilmiş çəhrayı rəngi çalan sürsümüyə baxdı. Bu çəhrayı rəng sümüklərin hüceyrələrində həyatın sönməyib, hələ də davam etdiyini göstərirdi. Ola bilərdi ki, gün başa çatmamış, yolçunun özünün də bu cür sürsümüyü qalsın. Budur həyat, istirab, əzab və işgəncələrlə dolu ötəri həyat. İnsanı bütün əzablara dözməyə vadar edən həyat. Ölüm insana əzab vermir. Ölmək yuxuya dalmaqdır. Ölüm rahatlıq deməkdir. Madam ki, belədir, bəs o niyə ölmək istəmirdi? Onun bu düşüncələri çox çəkmədi. Yosunun üstündə çöməlib sümükləri bir-bir dişlərini çəkə-çəkə çəhrayı rəngin son həyat qalıqlarını sümürməyə başladı. Uzaq bir xatirəni andıran ətin şirin, ləziz tamı az qalırdı onu dəli etsin. Çənəsinə güc verərək gəmirib qurtardığı sümükləri dişləri ilə sındırır, xırtıldayırdı. Gah sümük sınırdı, gah da dişləri. Bəzən sümükləri daş altında əzişdirib toza döndərir, dəhşətli bir acgözlüklə udurdu. Daş hərdən barmaqlarına dəyirdi. Aldığı zərbələrdən barmaqlarının niyə ağrımadığını özü də məətəl qalırdı. Dəhşətli günlər başlamışdı. O nə vaxt yatdığını və nə vaxt yuxudan qalxıb yola düşdüyünü artıq xatırlamırdı. Gecəyə, gündüzə baxmırdı. Elə hey yol gedirdi. Yıxılıb qaldığı yerdə dincəlir, canında sönməkdə olan həyat eşqi təzədən baş qaldırıb alovlandıqda ayaqlarını dalınca sürməyə, yorulub əldən düşənə qədər irəliləməyə çalışırdı. İndi təkcə insan kimi nicat axtarmırdı. Məhv olmaq istəməyən həyat onu qabağa qovurdu. Yolçu daha nə əziyyət çəkir, nə də ağrı duyurdu. Əsəbləri kütləşmişdi. Yorğun beynində qəribə xəyallar, cürbəcür röyalar oyanırdı.
Xırda qırıntılarına qədər toplayıb özü ilə götürdüyü maral balasının sümüklərini gəmirib sümürür. Əzişdirib toza döndərərək udurdu. Daha təpələrə dırmaşmır, su ayrıcılarına qalxmır. Geniş çay vadisi boyunca gedirdi. O əvvəllər nə bu çayı, nə bu vadini görmüşdü. Gözünə indi heç nə görünmürdü. Bədəni ilə ruhu bir-birindən ayrılmışdı. Gah yeriyir, gah da sürünürdü. Ruhla cismi birləşdirən bağ son dərəcə incəlmişdi. Hamar bir daşın üstündə arxası üstə uzandığı vaxt ağlı başına gəldi. Günəş ətrafa şəfəq saçırdı. Uzaqda maral balaları mələşirdi. Aramsız yağan güclü yağış, qar, şiddətlə əsən soyuq küləklər yolçunun yadından çıxmışdı. Bu dəhşətlərdən olsa onun yadında xəyala dönmüş uzaq, dumanlı bir xatirə qalmışdı. Pis havaların neçə gün sürüb ona nə qədər, 2 günmü, ya 2 həftəmi əzab verdiyini unutmuşdu. O bir müddət tərpənmədi. Uzandığı yerdə hərəkətsiz qaldı. Səxavətli günəş şüalarını bol-bol səpələyib onun cılız bədənini isidirdi. Nə gözəl gündür deyə yolçu düşündü. Günəşə baxıb harada olduğunu təyin etmək qərarına gəldi. Bütün qüvvəsini toplayaraq böyrü üstə çevrildi. Aşağıda böyük qış-haqıjla axan çay gördü və çaşıb qaldı. O bu çayı əvvəllər görməmişdi. Diqqətlə ona tamaşa etməyə başladı. Çay çılpaq, alçaq təpələrin arası ilə axırdı. Təpələrin mənzərəsi yaman ürək sıxıcı idi. Yamaclar tutqun rəngə boyanmışdı. İndiyə qədər heç biri tutqun mənzərə görməmişdi. Qabaqlar rast gəldiklərinin heç birinə də oxşamırdı. Yolçu qıvrıla-qıvrıla axıb gedən çayı uzun-uzadı seyr etdi. Onu baxışları ilə üfüqə, dənizlə göyün birləşdiyi yerə qədər yola saldı. Onun günəş altında şəfəq saçıb par-par parıldayan bir dənizə töküldüyünü gördü. Lakin heç də təəccüblənmədi. Çox qəribədir, deyə maraqla düşündü. Bu ya xəyaldır, ya da miraj. Çox güman pozulmuş beynin məhsulu olan əcaib bir xəyaldır. Günəş şüaları altında şölələnərək xəfif-xəfif ləpələnən dənizdə bir gəmi lövbər salıb dayanmışdı. Yolçu bunu gördükdə onda bayaqdan bəri seyr etdiyi hər şeyin yalnız xəyal olduğu qənaəti daha da möhkəmləndi. Gözlərini bir anlığa yumub, sonra açdı. Çox qəribə idi ki, gördükləri yerində idi. Əslində əcaib bir şey yox idi. O çox yaxşı bilirdi ki, boş tüfəngində patron olmadığı kimi, bu bomboş, ölgün düzənliyin ortasında nə dəniz var, nə də ki gəmi. Arxa tərəfdən bir fısıltı eşitdi. Bu səs öskürəyə də, köks ötürməyə də, xırıltıya da oxşuyurdu. Yolçu zəifliyə və bədənindəki keyliyə güc gələrək birtəhər o biri böyrü üstə döndü. Yaxınlıqda heç nə yox idi. Gözləməyə başladı. Xırıltı təzədən eşidildi. O həmin səmtə diqqətlə baxdı. 20 addımlıqdakı dik qoşa daşın arasından bir boz canavar başı görünürdü. Canavarın qulaqları sallanmışdı. Yolçunun əvvəllər gördüyü başqa canavarların qulaqları dik deyildi. Onun qan çəkmiş gözlərində bir ələm, bir tutqunluq vardı. O gözlər ümidsizliklə baxır, kirpikləri tez-tez qırpınırdı. O sallaq başını zorla saxlayırdı. Sönük gözləri günəş şüalarından qamaşırdı. Canavar xəstə idi. Tez-tez öskürür və xırıldayırdı. Nəhayət, bu həqiqətdir deyə yolçu fikirləşdi. Və onu əhatə edən xəyallarla dolu, müəmmalı aləmi əməlli başlı görə bilmək üçün çətinliklə o biri böyrü üstə çevrildi. Dəniz yenə olduğu yerdə durur, əvvəlki kimi günəş altında bərq vurur, mavi sulara lövbər salmış gəmi də açıq-aydın görünürdü. Doğrudanmı bunların hamısı həqiqətdir? Gözlərini yumub uzun-uzadı düşündü. Axırda həqiqəti kəşf edərək hər şeyi başa düşdü. O, şimal-şərqə getdiyindən Diz çayından uzaqlaşmışdı. Gəlib Kopermayn vadisinə çıxmışdı. Bu geniş yataqlı, suyu çox ağır-ağır axan lal çay Kopermayn çayı idi. Qarşıda parıldayan dəniz Şimal Buzlu okeanı, gəmi isə balina ovlayan gəmilərdən biri idi. Görünür, o Makkenzi çayının dənizə töküldüyü yerdən xeyli şərqə uzaqlaşmışdı. İndi də gəlib Koronasiya körfəzində lövbər salmışdı. Yolçu Hudson ticarət şirkətində çoxdan gördüyü xəritəni yadına saldı
və artıq hər şey onun üçün aydınlaşdı. O dikəlib oturdu və ən vacib işləri götür-qoy etməyə başladı. Adyaldan düzəltdiyi ayaq sarıqları didilib dağılmışdı. Çiyətə oxşayan formasız ayaqları sarğıdan heç də dala qalmırdı. Son adyalı da ayaqlarına sarmışdı. Tüfəngi ilə bıçağını harada qoyduğu heç yadında deyildi. Astarında kibrit çöpləri gizlətdiyi papağı da itirmişdi. Lakin mumlu kağıza büküb tənbəki kisəsinə qoyaraq qoynunda gizlətdiyi kibrit çöpləri yerində idi. Nəm çəkməmişdi. Saatına baxdı. Hələ də işləyirdi. Əqrəblər 11-i göstərirdi. Görünür, onu vaxtı-vaxtında qururmuş. Artıq sakitləşmişdi. Huşu başında idi. Çox zəif olsa da heç bir yeri ağrımırdı. Ac deyildi. Yemək haqqında fikirləşməyi xoşlamırdı. Əksinə bu barədə düşünməkdən hətta acığı gəlirdi. Şalvarını dizə qədər cırıb ayaqlarına doladı. Nədənsə balaca vedrəni tullamamışdı. Əzab-əziyyətli yolu başa vurub gəmiyə çatana qədər bu vedrədə su qaynadıb içmək fikrində idi. Hərəkətləri ağır idi. Bədəni iflic olmuş adamların bədəni kimi əsirdi. Quru yosun toplayıb tonqal qalamaq istədi. Ancaq ayağa dura bilmədi. Bütün cəhdləri boşa çıxdı. Axırda iməkləmək məcburiyyətində qaldı. Sürünə-sürünə azarı canavara yaxınlaşdı. Xəstə, vəhşi heyvan çətinliklə onun yolundan kənara çəkildi. Ağzını zorla açaraq dilini çıxardıb ağız-burnunu yaladı. Yolcu gördü ki, canavarın dili adət etdiyi qırmızı rəngdə deyil, sarımtıl qəhvə idi. Üstü qatı və yarı qurumuş seliklə örtülüb. Balaca vedrənin yarısından qaynatdığı isti suyu içəndən sonra azca özünə gəldi. Hiss etdi ki, indi ayaq üstündə dura bilər. Hətta yeriyə də bilər. Əlbəttə, bu yeriş ölü yerişi kimi bir şeydir. Addım başı ayaq saxlayıb dincini alırdı. Addımları sürünə-sürünə onu təqib edən azarlı canavarın addımları tək zəif, inamsız idi. Şəfəq saçan dəniz yavaş-yavaş gecənin qoynuna girib zülmətə qərq olduqda yolçu başa düşdü ki, dənizlə onun arasında olan məsafə ən çoxu 4 mildir. O bütün gecəni azarlı canavarın öskürəyini, vaxtaşırı körpə maral balalarının mələşməsini eşitdi. Həyat onu hər tərəfdən əhatəyə almışdı. Bu, qüvvətli, sağlam, gözəl, xoş və canlı bir həyat idi. Başa düşürdü ki, azarlı canavar xəstə adamın birinci öləcəyi ümidi ilə onun ləpirinə düşüb addım-addım izləyir. Səhərsi ayılıb gözlərini açanda canavarın dayanıb acgözlüklə ona baxdığını gördü. Canavar quyruğunu qıçları arasına sıxaraq üzülüb candan düşmüş köpək sayağı başını aşağı sallamışdı. Yolçu pıçıltı ilə onunla danışmağa başladı. Canavar şiddətli, soyuq sübh küləyindən tir-tir titrəyirdi. Dişlərini yolçuya ağardıb qıcadı. Günəş doğdu. Yorğun yolçu şəfəq saçan dənizdə dayanmış gəmiyə tərəf yıxıla-dura irəlilədi. Gözəl hava vardı. Şimal en dairəsində qısa sürən istilər başlamışdı. O, bir həftədə davam edə bilərdi, 1-2 gündə. Günortadan sonra yolçu insan ləpirinə rast gəldi. Bu, ayaq üstündə yeriyə bilməyib, gah iməkliyə-iməkliyə, gah da sürünə-sürünə irəliləyən adam izi idi. Ona elə gəldi ki, ləpirlər billinkidir. Lakin bunu heç vecinə dalmadı. Əslində duymaq, təsirlənmə, həyəcanlanmaq hissləri onu çoxdan tərk etmişdi. Ağrı da duymurdu. Elə bil mədəsi və əsəbləri dərin yuxuya getmişdi. İndi cismində qalmış olan həyat onu irəli sürükləyirdi. Çox zəif düşsə də, canındakı həyat ölmək istəmirdi. Həyatın ölmək istəmədiyindən idi ki, yolçu hələ də gilə meyvə axtarıb tapır, balıq tutub yeyir, su qaynadıb içir, azarlı canavarı bir ləhsə də gözdən qoymurdu. Yolçu irəliləyərək gəlib izin qurtardığı yerə çatdı. Nəm yosunların üstündə gəmrilib sümürülmüş təzə sürsümü və çoxlu canavar pəncəsi izi vardı. Görünür, böyük canavar sürüsü şikarı parçalayanda buradakı yosunlara tapdalamışdı. Bir kənara düşüb qalmış dağarcıq ona necə də tanış gəlirdi. Elə özününkünə oxşayırdı. Ağzına qədər qızılla dolu idi. Dağarcığın bir-iki yerində iti diş yeri var idi. Onun taqətdən düşmüş zəif barmaqları bu ağır dağarcığı nəinki qaldırmaq,
heç tutmaq iqtidarında deyildi. Lakin qeyri-ixtiyari əlləri qızılla dolu dağarcığa tərəf uzandı və hətta özündə güc tapıb onu qaldırdı. Bil dağarcığını ölənədək tullamayıb özü ilə aparmışdı. Yolçunu gülmək tutdu. O hələ Billə güləcəkdi. Sağ qalacaq. Onun qızılla dolu dağarcığını suları bərq vuran dənizdə dayanmış gəmiyə aparacaqdı. O ölüm qədər dəhşətli və sönük, qarğa qarıltısını andıran bir xırıltı ilə gülürdü. Azarlı canavar da ona qoşuldu. Ölgün, boğuq, matəmli bir səslə dərdli-dərdli uladı. Bunu eşidən kimi yolçu sustu. Əgər canavarların parçaladığı adam Bil imişsə, onu ələ salmaq düzgün idimi? Görəsən tərtəmiz gəmirilmiş çəhrayı rəngə çalan bu sürsümü doğrudan da Billinkidir? Üzünü yana döndərdi. Elədir. Bil onu atıb getmişdi. Amma o Billin qızıllarını götürməyəcək, onun sümüklərini də gəmirib sümürməyəcəkdi. Əgər bu əhvalatlar tərsinə baş vermiş olsaydı, Bil indi mənim yerimdə olsaydım, qızıllarımı da götürəcəkdi, sümüklərimi də yeyəcəkdi. Mütləq belə edəcəkdi, deyə yolçu düşündü. Başı gicəllənə-gicəllənə qabağa süründü. O, balaca bir gölməçənin kənarına gəlib çıxdı. Əyilib gölməçədə balıq axtarmaq istəyəndə diksinərək ilan çalmış adam kimi həslədi. Suda öz əksini görmüşdü. Qorxunc bir görkəmi var idi. Kütləşib çoxdan uyumuş ruhu yuxudan ayılmışdı. Gölməçədə 3 balıq üzürdü. Balıqları əlindəki balaca vedri ilə tutmaq istədi. Lakin cəhdləri boşa çıxdı. Axırda bu fikrindən vaz keçdi. Olduqca zəifləmişdi. Qorxurdu ki, gölməçəyə düşüb boğulsun. Bu qorxu və öz gücünə inamsızlıq onu sahildəki tirlərdən birinin üstünə çıxıb üz-üzə çayın o biri tayını keçməkdən də çəkindirdi. Bugün özü ilə gəmi arasında olan məsafəni 3 mildə azaltdı. Sabahı gün isə yalnız 2 mil gedə bildi. O da indi Bil kimi iməkləyirdi. 5-ci gün axşamüstü özü ilə gəmi arasında hələ 7 mil məsafə olduğunu təyin etdi. Gündə 1 mildə qət edə bilmirdi. Hava yenə də isti idi. Yolçu gah iməkləyir, gah sürünür, gah da huşunu itirib yıxılırdı. Sürünməklə bayılmaq növbələşirdi. Azarlı canavar da öskürə-öskürə onun dalınca sürünürdü. Yolçunun dizləri də ayaqları kimi parçalanmış, çiy, qırmızı ət pırtlayıb çıxmışdı. Köynəyini dizlərinə dolamağına baxmayaraq, yenə də arxasınca yosun və daş üzərində qırmızı iz düşürdü. Bir dəfə dönüb arxaya baxdıqda canavarın acgözlüklə qanı yaladığını gördü. Birdən canavarı öldürməzsə, öz aqibətinin necə olacağını bütün çılpaqlığı və dəhşəti ilə başa düşdü. Təxirə salmadan canavarı gəbərtməyə qərar aldı. Elə o anda şiddətli, faciəvi ölüm-dirim savaşı başlandı. İməkləyən xəstə insanla axsiya-axsiya onu təqib edən azarlı canavar bir-birini parçalamaq istəyirdi. Onlar ölməkdə olan cəsədlərini boş düzənlikdə zorla sürüyə-sürüyə bir-birini güdürdülər. Sağlam canavara qismət olsaydı, bu o qədər də onu yandırmazdı. Lakin belə ölümcül əfələ yem olmaq, onun üfunətli gödəninə düşmək onu dəhşətə gətirir, ona ağır gəlirdi. Hətta bu fikrin özündən belə iyrənirdi. Bu hissdən birdən sərsəmləməyə, sayıqlamağa başladı. Qəribə şeylər, əcaib xəyallar onun şuurunu dumanlatdı. Qısa müddətdə huşu başına qayıdır, sonra yenə ağlını itirirdi. Bir dəfə qulağının dibində nəfəs duyub ayıldı. Canavar axsiya-axsiya dala sıçradı. Lakin taqətsizlikdən büdrüyüb yıxıldı. Bu hal çox gülünc görünsə də, yolçu gülümsəmədi. Qorxmadı da. İndi qorxu da ona kar etmirdi. Bir anlığa ağlı başına gəldi. Uzanıb fikirləşdi. Gəmiyə çatmaq üçün 4 mil yol getməli idi. Gözlərini ovuşdurdu. Gəminin yaxınlığında yelkənini açaraq, günəş altında zümrüd kimi parıldayan suyu yara-yara üzən qayığı gördü. O, bu 4 mil məsafəni iməklə-iməklə qət edə bilməyəcəkdi. Başa düşürdü ki, heç yarım mildə sürünə bilməz. Amma yaşamaq istəyirdi. Bu qədər əzab-əziyyət çəkəndən sonra əl-ayağını uzadıb ölmək ağılsızlıq olardı axı. Talih ondan həddindən artıq çox şey istəyirdi.
Can verdiyi halda belə ölümə təslim olmurdu. Bu xalis dəlilik olsa da, ölüm onu qamarlayıb bağrına bassa da, o ölümün qoynunda belə ona meydan oxuyacaq, onunla vuruşacaqdı. Yolçu gözlərini yumub, son dərəcə ehtiyatla var qüvvəsini topladı. Onu qərq etmək istəyən ölüm yorğunluğuna təslim olmamaq üçün bütün iradəsini səfərbər edib özünü ələ aldı. Bayğınlıq dənizdə batan adamı necə çulğalayırsa, onu da eləcə çulğalayır və batırmaq istəyirdi. O, yavaş-yavaş huşsuzluq fırtınasında qərq olur, heçlik aləminə gedirdi. Üzə-üzə bu aləmdən çıxmağa can atırdı. Bəzən öz ağırlığı altında daha dərinə yuvarlanırdı. Bu zaman ruhunun qəribə sehirli gücü sayəsində iradəsinin daha bir zərrəsini tapıb ondan yapışır, üzə çıxmağa çalışırdı. Arxası üstə hərəkətsiz uzanıb asta-asta yaxınlaşan xəstə canavarın xırıltısını eşidirdi. Bu zəif xırıltı get-gedə artır, daha aydın gəlirdi. Vaxt isə intihasız uzanırdı. Yolçu tərpənmirdi. Budur. Azarı canavar onun lap qulağının dibində xırıltı ilə zəif nəfəs alırdı. Canavarın quru, cod dili Sumbata kimi onun yanağını daladı. Sumbata şüşə, taxta, metal kimi əşyaları sürtmək, cilalamaq üçün istifadə olunan xüsusi kağızdır. Yolçu əllərini qaldırdı. Barmaqları caynaq kimi yumuldu. Lakin əlləri boşa çıxdı. Cəld və inamlı hərəkət üçün qüvvə lazım idi. Onun isə bütün gücü tükənmişdi. Canavarda tükənməz bir səbir vardı. Lakin bu məsələdə insan ondan heç də geri qalmırdı. O yarım gün ərzində bayılıb ayılmış, özünü xəstə yırtıcıdan bir təhər qorumuşdu. Bacara bilsəydi, canavarı özü yeyərdi. Vaxtaşırı bayğınlıq onu çulğalayırdı. Uzun-uzadı yuxu görürdü. Bihuş olanda da, yuxuda da, ayıqlıqda da həmişə zəif xırıltını eşidirdi. Canavarın qaba, cod dili ilə üzünü dalaya-dalaya yalamasını gözləyirdi. O, heyvanın nəfəsini hiss etmədi. Kələkötür dil əlini yalayanda huşu başına gəldi. Gözlədi. Canavar dişlərini yavaşca bastı. Təzyiq get-gedə artdı. Sonra var qüvvəsini toplayaraq çoxdan bəri dalınca düşüb güddüyü şikarını dişlərini əməlli başlı batırmaq istədi. Yolçu onu heç də ondan az gözləməmişdi. O dişlənmiş əlini havaya qaldırıb canavarın çənəsindən yapışaraq sıxdı. Vəhşi heyvan xilas olmaq üçün zəif-zəif çırpındı. Elə bu vaxt o vəhşinin boynunu qamarladı. 5 dəqiqədən sonra bədəninin bütün ağırlığı ilə canavarın üstünə çökdü. Canavarı boğmağa əllərində taqət qalmasa da, üzünü onun boğazına dirəmişdi. Ağzına xeyli tük dolmuşdu. Yarım saat keçməmişdi ki, boğazı ilə üzü aşağı ilıq bir şey axdı. Elə bil mədəsinə ərimiş qurğuşun tökürdülər. O buna çox çətinliklə, yalnız iradəsini zorlamaqla dözdü. Sonra arxası üstə diyirləndi və oradaca yuxuya getdi. Balina tutan Bedford gəmisində elmi ekspedisiyanın bir neçə üzvü vardı. Onlar gəminin göyərtəsindən baxanda dənizə tərəf ağır-ağır sürünən bir qaraltı sezdilər. Alimlər onun nə olduğunu təyin edə bilmədilər. Amma alim marağı ilə qayığa minib yola düşdülər. Onların gördüyü canlı məxluqu insan adlandırmaq çətin idi. O nə görür, nə də bir şey başa düşürdü. Yekə soxulcan kimi qum üstündə qıvrılırdı. İnadla etdiyi bütün cəhdlər boşa çıxırdı. Qıvrıla-qıvrıla eşələnir, tükənməz səylər sayəsində saatda zorla bir qulac irəliləyirdi. Aradan 3 həftə keçmişdi. Yolçu Bedford gəmisindəki taxtaların birində uzanmışdı. Göz yaşı sel kimi axırdı. O kim olduğunu, başına nələr gəldiyini, nələr çəkdiyini nağıl edirdi. Anasından və günəşli Kaliforniyadan, portağal ağaclarının və rəngarəng çiçəklərin ağuşuna aldığı xudmani evlərindən rabitəsiz, dolaşıq şeylər danışırdı. Çox keçmədi ki, o gəminin kapitanı, alimlər və gəmi heyətinin başqa üzvləri ilə bərabər stol arxasında əyləşdi. Növbənöv yeməklə dolu bol süfrəyə baxmaqdan doya bilmirdi. Adamlar hər tikəni ağızlarına apardıqca heyfi gəlir, həyəcanlanır, təəssüf edirdi. Ağız dolusu qida yoxa çıxdıqca onun narahatlığı daha da artırdı.
Yolçu tamamilə sağalmışdı. Ağlı da başında idi. Amma yemək vaxtı stol arxasında oturanları görməyə gözü yox idi. Qorxurdu ki, birdən yemək qurtaracaq. Ambardakı ərzağın miqdarı haqqında aşpaza, ambardara dayanmadan sual verirdi. Hətta kapitanın özündən də uzun-uzadı soruşurdu. Onlar da yolçunu hər dəfə inandırırdılar ki, ambarlarda yetərincə qida ehtiyatı var. Amma o inana bilmirdi. Şəxsən gedib ambara özü baxırdı ki, hər şeyi öz gözü ilə görsün. Get-gedə onun kökəldiyi nəzərə çarpmağa başladı. Sanki gündən günə şişirdi. Alimlər təəccüblə mənalı başlarını bulayır, cürbəcür mülahizələr yürüdürdülər. Yolçunun kökəlməyinin qabağını almaq üçün yeməyini azaltdılar. Lakin xeyri olmadı. Qarnı köynəyinə sığmırdı. Dənizçilər işin nə yerdə olduğunu bildiklərindən ona gülürdülər. Alimlər də ona diqqətlə göz qoyduqda məsələni başa düşdülər. Yolçu hər gün səhər çay çörəyindən sonra göyərtəyə çıxıb matroslara dilənçi kimi əl açır, pay istəyirdi. Matroslar da ona gülə-gülə bir suxarı verirdilər. O da suxarını acgözlüklə qapıb, xəsis adam qızıla baxan kimi ona baxır, sonra da cəld qoynuna dürtüb gizlədirdi. Alimlər daha ehtiyatla davranmağa başladılar. Yolçunu tək və rahat buraxdılar. Lakin gizlicə gedib onun çarpayısını yoxladılar. Çarpayı suxarı ilə dolu idi. Döşəyinin içinə belə suxarı doldurmuşdu. Kayutda olan bütün künc bucağa, dəlmə deşiklərə də suxarı yığmışdı. O tamamilə sağalmışdı. Huşu da, ağlı da yerində idi. Sadəcə ehtiyatlı davranır. Hər ehtimala qarşı təkrar baş verə biləcəyi aclıq üçün tədbir görürdü. Alimlərin fikrincə bu azar da keçəcəkdi. O doğrudan da keçdi. Özü də Bedford gəmisi gəlib San Fransisko limanında lövbər salmamışdan qabaq ötüb keçdi.